Yeniden hoş gördük değerli izleyicilerimiz ve bəli doğru anladınız. Ben buradayamsa, stüdyamızın bu bölmesindeyimse deməli qonağımız olacaq və hər birimiz üçün və bütün dünya üçün önemli olan bir məsələdən danışacağıq. Bəli, nə qədər biz təmiz su içsək, nə qədər havamız təmiz olsa, nə qədər qidalarımız keyfiyyətli olsa bu birbaşa bizim sağlamlığımız üçün vacibdir. Çünki ekoloji tarazlıq, ekoloji təmizlik insanın uzun yaşaması, sağlam yaşaması deməkdir. Bəli, ekologiyadan bəhs edəcəyik. Qonağımız var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Rəqəmsallaşdırma və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədovadır. Səyyarə xanım, xoş gəlmişsiniz. Xoş gördük, sabahınız. Səfa gətirmişsiniz. Minnətdarım, sabahınız xeyir olsun. Təşəkkür edirik dəvət üçün. Sizin də hər vaxtınız xeyir olsun. Bəli, ekoloji məsələlər çox vacib bir məsələdir. Bu Bəxt Üzüyü filmində söylünü xatırladım. Belə salır iç geyimini, deyir ki, budur ekologiya. Nədəsə ekologiya deyəndə o film həmişə fragment olaraq bizim gözümüzün önünə gəlir. Çünki suyun çirkliliyi bugün çoxalıb, dünyada pozulan ekoloji problemlər daşqınlara, sel fəlakətlərinə, bəzən buzaqların əriməsinə gətirib çıxarır. Yəni həmişə buna diqqət yetirməliyik. Elə istər dünyada, istər ölkəmizdə keçirilən bəlli bir tədbirlər var ki, bu məsələlər hər zaman ələ alınır. Son olaraq da WUF 13 adlı ölkəmizdə şəhərsalma forumu keçirildi. Orada da bu ekologiyadan, ekoloji problemlərə yol açan məsələlərdən danışıldı. Bir çıxış yolu. Yəni dünya olaraq bir çıxış yolu axtarmalıyıq, tapmalıyıq. Çünki hamımızın sağlamlığı üçün və bildiyim qədərilə 5 iyun Ümumdünya Ətraf Mühit Günü olacaq. Elə deyilmi? Bəli, düz vurğuladınız. Əslində çox gözəl giriş verdiniz ki, bugün qlobal ekoloji çağırışlar, ekoloji problemlər həqiqətən narahat edir bütün insanları, bütün dünya ictimaiyyətini və əlbəttə ki, məhz buna görə də siz dediyiniz istiqamətdə tədbirlər həyata keçirilir. Bu problemlərin həllinin nə dərəcədə vacib olduğu, nə dərəcədə mühüm olduğu insanların diqqətinə çatdırılır və bu istiqamətdə təşəbbüslər həyata keçirilməyə çağırışlar olunur. Qeyd etdiyiniz istərdim Ümumdünya Ətraf Mühit Gününə qısa bir qeyd verim. Ekoloji təqvim günlərindən biridir və qeyd etdiyiniz əsas elə məqsədi də məhz bu ətraf mühit məsələlərinə, ətraf mühit problemlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir. İnsanları, dövlətləri, hökumətləri, özəl sektorları, ictimaiyyəti, ayrı-ayrı vətəndaşları bir platformada birləşdirməkdir. Və qısa tarixini əgər nəzər salsaq, 1972-ci ildə BMT-nin qərarı əsasında təsis olunmuşdur və həmin tarixdən etibarən də hər il BMT-nin Ətraf Mühit UNEP təşkilatı tərəfindən qeyd olunur. Çox fərqli devizlər altında müxtəlif istiqamətlər üzrə qeyd olunur. Əlbəttə ki, ekoloji məsələlərinin ayrı-ayrı istiqamətlərinə diqqəti cəlb etmək üçün və əlbəttə ki, müxtəlif ölkələr ev sahibliyi eləyir və ötən il Koreyada keçirilən tədbir zamanı ölkəmiz estafeti təhvil almışdı və artıq 5 iyun ölkəmiz bu tədbirə ev sahibliyi eləyəcək. Artıq bu barədə məlumatlar gedir və Verdi 2026 az platforması vasitəsilə də tədbirin mahiyyəti, keçirilən tədbirlər, gözlənilən təşəbbüslər və s. barədə ətraflı məlumat verilir. Eyni zamanda sosial şəbəkə səhifələrində çox geniş miqyaslı məlumatlar təqdim olunur və bütün bunlar həm qeyd etdiyim platform, həm sosial şəbəkələr vasitəsilə, həm də UNEP-in özünün əsas səhifələri vasitəsilə ictimaiyyətin, dünya ictimaiyyətinin diqqətinə təqdim olunur və mən qeyd etdiyim devizlər, müxtəlif devizlər altında keçirilir. Ölkəmizdə keçirilən deviz isə təbiətdən ilhamlanaraq iqlim naminə, gələcəyimiz naminədir. Əsas prioritet istiqamətlər də iqlim dəyişmələri, biomüxtəlifliyin qorunması, alternativ enerji mənbələrinə keçid kimi belə deyə əsas prioritet istiqamətləri özündə birləşdirir. Heydər Əliyev mərkəzində keçiriləcək 2 hissədən ibarət olacaq və tədbirin əsas hissəsindən əlavə olaraq açıq hava tədbiri olacaq, ekoloji festival keçiriləcək ki, biz istərdik ki, bütün insanlar, bütün maraqlı tərəflər də həmin bu tədbirə, festivala qoşulsunlar. Həmçinin eyni zamanda insanlar özləri ayrı-ayrı fərqlər ola bilər, təşkilatlar ola bilər, fərq yoxdur, qurumlar ola bilər. Öz təşəbbüslərini, öz tədbirlərini həyata keçirərək həmin platformada yerləşdirə bilər və hər kəsə təqdim edə bilərlər. Yəni imkanlar genişdir ki, hər bir kəs öz istədiyi şəkildə, bacardığı bir formada bu tədbirin bir parçası olsun. Bir gün mü davam edəcək bu tədbir? 5 iyun tarixi əsaslı, bəli, bir gün əslində qeyd olunur, amma bu tək bir günlə məhdudlaşmır. Biz 5 iyun öncəsi də müxtəlif silsilə
tədbirlər keçirmişik, ekoloji aksiyalar keçiririk, məsələn, təmizlik aksiyaları, ağac əkmə aksiyaları, tullantıların çeşidlənməsinə həsr olunmuş aksiyalar, ağacların qeydiyyatı nömrələnməsi, bizi vela yürüyüş keçiriləcək. O çox gözəl təşəbbüsdür, ağacların o tarixi olaraq qeyd olunması. Çox gözəl təşəbbüs. Bəli, və Ağacəs platforması vasitəsilə də açıq informasiyadır. Vətəndaşların hər birinin imkanı var ki, həmin o qeydiyyat nömrəsinə QR kodu oxutsun və ağacın yaşı, ağacın növü, hal-hazırda vəziyyəti necədir, bütün bu məlumatlar, yerləşməsi və s. bütün məlumatlar öz geniş əksini tapıb və hətta qeyd bölməsində də hər hansı bir rəyləri varsa bildirə bilərlər və bu da əlbəttə ki, bütün bu işlər gördüyünüz kimi də hal-hazırda da ekranda gedir. Bütün ölkə ərazisini əhatə etməkdə davam eləyir. Hissə-hissə müxtəlif ərazilərdə ağacların qeydiyyatı aparılır. Ümumiyyətlə, təbiətə olan sayğımız, hörmətimiz, bütün bitkilərə, canlılara, ağaclara, özümüzə olan hörmətimiz deməkdir. Çünki bizim sağlamlığımız birbaşa elə onlarla bağlıdır. Bəs hazırda dünyada ən çox hansı ekoloji problemlər narahatlıq doğurur? Ondan da danışaq səhlə. Əslində elə bayaq bir neçəsini biz sadaladıq ki, iqlim dəyişmələri əlbəttə ki, bugün hər birimiz bu haqda danışırıq. İstər ölkəmizdə, istər dünyada bunun nəticələrini də görürük. Əlbəttə ki, bu qaynaqlanır bir çox eyni zamanda digər bir problemlərin yaranmasına, səhralaşma problemini qeyd etmək olar, biomüxtəlifliyin azalması problemlərini qeyd etmək olar, çirklənməni, tullantıların, bilirik ki, ən qlobal ekoloji problemlərdən də biri tullantılardır və onların düzgün idarə olunması önəmlidir, əsas faktordur. Çünki bütün bu problemlər biz təbiətə əgər hər hansı bir zərər vururuqsa, bu əlbəttə ki, birbaşa bizim özümüzə, sağlamlığımıza, həyat tərzimizə edilmiş bir geri dönüş olur. Və ona görə nə qədər biz məsuliyyətlə yanaşsaq, nə qədər bu problemlərin həllində rol oynamağa çalışsaq, ümid edirəm ki, biz artıq qlobal ekoloji problemləri artan istiqamətdə yox, daha çox azalan istiqamətdə qeyd edilir. Əlbəttə, yaxşı nəticələr olur. Bugün biz əgər geri dönüşlərə baxsaq, vətəndaşlar tərəfindən məlumatlığın artırılmasına, onlar tərəfindən gələn təşəbbüslərə, geri dönüşlərə nəzər yetirsək, çox sevindirici haldır ki, artıq insanlar fərqindədirlər, daha məlumatlıdırlar. Onu qeyd eləmək istəyirəm. Həqiqətən paytaxtımız təmiz şəhərdir. Bax, belə baxırsan bunu turistlər, xarici əcnəbilər də gələn, xaricilər də, qonaqlar da təsdiqləyirlər ki, bəzi şəhərlərə gedirsən ki, bizim Avropada dediyimiz o bəzi məşhur şəhərlərdə o çirkliyi biz ətraf mühitdə görə bilirik, amma paytaxtımıza xüsusi diqqət göstərilir və bu da alqışlanası bir şeydir. Ümumiyyətlə, ətraf mühitin mühafizəsində dövlət orqanlarının, özəl sektorun və vətəndaşların funksiyaları necə bölüşdürülməlidir? Biz əgər ekoloji məsələlərdən danışırıqsa, təbiətdən danışırıqsa, bu hər kəsi əhatə eləyən mühitdir. Biz hər birimiz eyni havanı nəfəs alırıq, eyni sudan içirik, eyni mühitdə yaşayırıq və əlbəttə ki, hər birimizin üzərinə məsuliyyət düşür. Dövlətin həyata keçirdiyi siyasət, dövlət proqramları, yol xəritələri, qanunvericilik istiqamətində görülən tədbirlər, əlbəttə ki, bunlar dövlət tərəfindən tənzimlənir, həyata keçirilir. Bugün ölkə rəhbərinin ekoloji məsələlərə necə diqqət ayırdığını şahidiyik və çox geniş tərkibli proqramlar bu sahədə icra edilir. Özəl sektorlar da bu işə töhfəsi önəmlidir. Çünki daha innovativ yanaşmalar, daha çox bu yöndə təşəbbüskarlıq etmələri, öz səylərini, öz güclərini bu problemlərin həlli istiqamətinə yönəltmək önəmlidir. Və vətəndaş olaraq hər birimiz gündəlik həyatımızda səhər oyanandan daha günümüzün sonuna kimi etdiyimiz seçimlərə diqqət etməliyik, atdığımız addımlara diqqət etməliyik. Tullantının azaldılması ən asan yol deyək, tullantını yerə atmamaq, suyu, enerjini israf etməmək, mümkün qədər plastik, birdəfəlik istifadə olunan plastiklərin sayını azaltmaq, ekoçantanı tez-tez qeyd edirik. Hətta onlar üçün nəzərdə tutulan tullantı qablarına çeşidlənmə. Bəli, artıq bilirik ki, bir çox ərazilərimizdə çeşidlənmə konteynerləri var ki, məhz bu konteynerlərdən istifadə. Çünki bu bir növ mətbəxdən başlayır bu çeşidlənmə və evimizdə artıq bu prosesə başlasaq, biz artıq hər bir yerdə bunun tətbiqini həyata keçirəcəyik. Mümkün qədər kiçik addımlar olsa da onların çox böyük təsirləri olur və
əlbəttə ki, hər dəfə səslənirik və yenə də fürsətdən istifadə edib vətəndaşlara səslənirik ki, öz güclərini, öz köməklərini əsirgəməsinlər, ən sadə addımlarla öz dəstəklərini göstərsinlər. Əlbəttə ki, könüllülər də görürük. Biz könüllülərin bu işdə bax, rolu nədən ibarətdir? Ondan sonra hansı mexanizmlər tətbiq oluna bilər ki, daha çox insanların, bax, bu könüllü gənclərimizin də marağı ətraf mühitin mühafizəsinə artırılsın? Gənclər deyərdim ki, elə bütün istiqamətlərdə olduğu kimi ən çox ekoloji təşəbbüslərdə əsas hərəkət verici qüvvələrdir. Onların enerjisi, onların çevik adaptasiya olma qabiliyyətləri, müasir yanaşmaları daha tez mənimsəmələri əlbəttə ki, imkan verir ki, öz biliklərini, öz bacarıqlarını bu istiqamətə yönətsinlər və faydalı təşəbbüslərinə irəli çıxsınlar. Bugün ölkəmizdə kifayət qədər könüllü təşkilatları var. Könüllərimizin sayı çoxdur və biz onların əməyini, zəhmətini hər bir tədbirdə görürük. Xüsusi vurğulanmaq istəyirik. Hər birinə də təşəkkür edirik. Bizim Ekokönüllülər komandamız var. Onlar gördüyünüz bütün ekoloji aksiyalarda yaxından iştirak edirlər. Eyni zamanda deyərdim ki, tək ölkə çərçivəsində deyil, ölkə daxilində deyil, qlobal platformalarda da biz artıq gənclərimizin çox çıxışlarını, bəli, gözəl çıxışlarını, onların təşəbbüslərini görürük. İqlim elçiləri proqramımız mövcuddur bizim və həmin iqlim elçiləri məhz COP28 zamanı yaradılmışdı və elə COP28-dən başlayaraq COP29 zamanı, sonra elə ölkəmiz daxilində həmçinin regionlara səfər edərək digər gəncləri də bu proseslərə cəlb etməkləri, təşviq etməkləri böyük rol oynamışdı. Bugün uğurlu nəticələr var gənclərimizin arasında və əlbəttə istəyərdik ki, bu tendensiya daha da artsın. Maraq da var. Xanım, uşaq yaşlarından, bağçalardan, məktəblərdən aşılanmalıdır ekoloji. Ekoloji təhsil önəmlidir. Ekoloji biliklərin aşılanması önəmlidir və məhz bu istiqamətdə də biz məktəblərinə, ali təhsil müəssisələrinə çox yaxın əməkdaşlıq edirik. Tez-tez təlimlər keçirilir, praktiki təlimlər keçirilir, ekskursiyalar təşkil olunur. Məsələn, az öncə biz izlədiyimiz fraqment var idi ki, o Şivan Milli Parkına olunan ekskursiyadan idi, turdan idi və biz çalışırıq ki, istər yaşıllıqların necə yetişdirildiyi, necə böyüdüldüyü, necə baxım olduğu, bioloji müxtəlifliyin qorunması istiqamətində milli parkların necə mühafizə olduğunu, nə üçün yaradıldığını, bizim sonra hidrometeorologiya xidmətinə tez-tez səfərlər olunur. Burada situasiya mərkəzində turlar təşkil olunur. Eyni zamanda hava, erkən xəbərdarlıq və s. proseslərini onlar daha yaxından izləmə imkanları yaradılır. Həm praktiki, həm nəzəri təlimlər, belə deyək ki, dəstək olur ki, onlar öz biliklərini bu sayədə artırsın. Hətta deyərdim ki, qeyri-ixtisas tələbələri belə maraqlıdırlar bu sahəyə. Nəinki tək ixtisas, yəni tək ekologiya sahəsini oxumayanlar. Maarifləndirmə işləri, maarifləndirmə, yəni bir işə yarayırmı, nəticəsini görə bilirikmi? Əlbəttə ki, İnsan, çox üzr istəyirəm, insanlar və xüsusilə o gənclər onun fərqinə vara bilirlər. Siz dediniz ki, təşəbbüs göstəririk, onları milli parklara aparırıq, müəyyən o necə yaşıllıqlarla baxmaq, qorumaq, necə yetişdirilməsi tanış olur və nəticədə maarifləndirmə işlərinin müsbət nəticələrini görə bilirikmi? Görə bilirik və hətta mən belə deyərdim ki, təlimlər qutarandan sonra, keçəndən sonra biz gənclərlə soruşuruq, onların nə əldə etdikləri, onlara nə yeni maraqlı olduqlarını və yaxud da ki, onların məsələn oxuyursan, hansısa bir bilik əldə edirsən, amma milli parka gedərkən, səfər edərkən o heyvanları canlı görürsən, əyani görürsən və yaxud da bitkilərlə daha yaxından tanış olsun. Həmin an əlbəttə ki, onlar üçün daha önəmlidir və bilirsiniz, gənclərin şəbəkələşməsi də onların çox qrupları böyükdür. Bir gənc artıq bir neçə gəncə təsir eləyir. Biz ekokönüllü müsahibələrini keçirərkən bəzən soruşuruq ki, necə əldə etdiniz bu məlumatı? Hardan əldə ötürürlər məlumatı? Bəli, bir çox halda deyərdim ki, bir-birinə ötürürlər. Məsələn, mənim rəfiqam buradaydı, mənim qrup yoldaşım buradaydı, mənim yaxın tanışım buradaydı və belə bir proqram haqqında məlumat verdi. Demək ki, maarifləndirmə işləri işə yarayır və eyni zamanda biz ictimaiyyətə açıq tədbirlər keçiririk. Tullantıları hədiyyələrə dəyiş, tullantıları tinglərə dəyiş kimi və yaxud da ki, ekoloji təqvim günləri, indi biz 5 iyunu qeyd etdik, amma bir çox ekoloji təqvim günü var, müxtəlif mövzulara əhatə edən. Həmin günlər açıq tədbirlər həyata keçirilir və ora gələn vətəndaşların da ünsiyyət zamanı biz anlayırıq ki,
çox sevirlər, çox müsbət yanaşmaları var. Əvvəlki illərdən biraz daha anlaşılmazlıq olurdusa, bu problemlər nədir, niyə bu qədər önəmlidir, niyə bu belə qabardılır kimi suallar daha çox önə çıxırdısa, biz bugün bu sualları görmürük. Elə şəhərimizin təmizliyinin, ölkəmizin, rayonlarımızın təmizliyinin fonunda bu nəticəyə gələ bilər ki, artıq insanlar fərqindədirlər. Bəli, və çox istərdik ki, bu insanlarımızın sayı çox olsun. Çünki əlbəttə ki, maarifləndirmə proses davamlı olmalıdır. Bir gün, bir tədbirin işi deyil. Bu mütəmadi olaraq. Bəli, bir qurumun da işi deyil. Hər bir kəsin bir-birimizə aşılamalı Sadəcə olduğumuz olaraq bir dəyər. hər birimiz yer planetinin insanları olaraq Azərbaycanlı ilə özümüz ölkəmiz üçün fərqində olmağı bacarmalıyıq. Elə deyil mi? Bəli, əlbəttə. Səyrə xanım, çox sağ olun, təşəkkür edirəm. Havamız hər zaman təmiz olsun, suyumuz belə təravətli olsun, canımız sağ olsun. Çünki ekoloji tarazlığın yerində olması hər birimizin, bütün canlıların sağlamlığı deməkdir və gəldiyiniz üçün, suallarımızı maraqla cavablandırdığınız üçün sizə təşəkkür edirəm. Mən minnətdaram, təşəkkür edirəm ki, belə mövzulara diqqət ayırırsınız. Hər zaman.